Herkese salam. Yeni videomuza hoş gelmişsiniz. Ceylin benim koftamı sizi salamlayır. Bakın. Göster. He. Git koftamı çıkardınız. Bu sual cevap videosudur. Hatırlıyorsunuzsa post koymuştum. Sevra'ya olan suallarınızı verin diye. Bakın bu hemin videoda. Bugün bütün suallarınızı cevaplayacağım. Bana yoksa ikimize? Hamımıza. Bugün bütün suallara cevap verecek. Değil mi kızım? Ana vereceğim. Ondan önce paxla təmizləyirik. Paxlanı tanıyanınız var. Bunun aşı da olur. Ne de aşkım? Seni qurban olum. Pulovu da olur. Bir sürü yeməklər pişirirlər. Belə içindən çıxır. Bilməyənlər üçün deyirəm. İndi yəqin ki çox bilir. Bunun da içine koydum. Uşaqlarla beraber təmizləmişik. Hamısına yavaş yavaş. Bundan sonra doğra pişirəcək. Hə. İndi içini temizleyək. Önce bunları temizleyip bitirək. Sonra Arkadaşlar ben temizledim. Bibimcile getmiştim. Bibimcilde paxla temizledi. Paxlanı soydu. Paxlanı töktü qabına. Sonra nənəmiz yedik. Paxlanı hazırlamağa başladı. bu arada hal-hazırda mamam cildəyi. Bura benim atam evidir. Bura atam cildəyi. Evi sizə detaylı çəkəcəm. Belki de növbəti videoda. Bugünkü sual cevap videosunu birazdan başlatacağım. Önce bunları bitireyim. Sonra düşey həyətdə özümüze geçen şirin, minik bir sıcak bir ortam hazırlayaq. Başlayaq sizin suallarınızı cevaplamağa. Birazdan görüşərik. Gidip işlerimi gör. Arkadaşlar Raf'la geliriz markete. Şimdi Raf'la bir yerde markete. Arkadaşlar biz Raf'la markete gittik. Nenem kola alır. Koları Raf dozma istemişti. Götürse götürer, götürmez götürmez. Gözümü göster arkadaşlara. Oz mu istiyor? Raf götürsün ben de alacağım. Markete gidelim. Arkadaşlar suya bakın, her yer sudur. Çok geçeydir ayağım. Gözler gözler. Hava bir damcı soğuktu ama ben yine de kısa kol giyinip gezirik. Kısa kol giyinip gezirik. Nenemiz de öndedir. Nenemiz de önde gelir. Biz onu takip ederiz. Görey markette hara gelir. Dünenler şortumuzu gördük. Şortumuzu gördünüz. Şortumuzu gördünüz. Raf dondurma yanında donmuştu. Üşümüştü. Nenelerin şortlar aldığımız aldık. Kola aldık. Aldık. Bir de kartof aldık. Kartof aldık. Şimdi eve gelirik. Raf da o sırada ediyor. Guk ediyor. Bir de evler. Raf da o sırada guk ediyor. Az kaldı uşaklar sürüşür. Yol boyunca gelenler sınkan taşıyla. Şimdi evimize çatırık size bir de sürüp pişeceğiz. Çok sevindim. Girmiştim sevindim. Arkadaşlar eve çatmışıq. Şimdi göreyim aman ağayır. Baxım görək nə oldu. Kameranı silməmisən, hoş. Ayda. Belə çəkiliş eləmisən. Kovu və 2 dənə yumurta. Ne güzel yumurtalar almışsınız. Açıq bakalım. Açın görək içindən nə çıxacaq. Video yapın cevap. Açın. Hadi açın görək nə çıxacaq. Açın. Görək nə çıxacaq. Nə olur? Gözün açsınlar açım. Açdılar. Gəlin görək içindən nə çıxacaq. Hə. Ay dedi o açmanı çəmin də bilir. Hə, aferin. Ada. Hə, nə çıxdı? Rafta maşın çıxdı. Səndə nə çıxdı? Baxay görək. Hanı kağızı? Kağızı bundadır. Görək nə çıxıb. Məndə qısba. Gedək hanı baxay. Hanı nə çıxıb? Ev çıxıb, domik. Buzdan ev var, onlardan çıxıb. Səndə nə çıxıb baxım?
Məndə Digərində də aşkım. Digəri hanı? Digəri hanı? Baxın. Göstər. digəri yoxdur. Digəri çıxmır. Düzəlmir. Bax. Ha, düzəldə görə bunlardan nə çıxıb? Mən də şokolad yeyim. Məndə qısmət. Oy. Gözlə, deyim ver. Elə. Bunun kimi elə. Rauf sen de elə. Göz aşkım. Mənə bax. Arkadaşlar oyuncağımıza bakın. Çok şirindi bu. Bunu ben kurdum. Kurdum. Rafında karşıydım. Galevi. Biraz da sudu. Bence uçan. Nette mi? Nette. Uçan. Canlarım, ballarım, yaxşısınız mı? Bugünləri hamının verdiyi sualları mamam mənə verəcək. Atama vermişdi, indi mənə verəcək. Hazırsan? Hazıram. Başlayaq. Yox, Niyə? Necəsən? yaxşıyam. Səsin sorağın yoxdur. Ha. Mikrofona konuş. Xala, mikrofonu qoy yerə. Aa! Ağzını iyi salırsan. Ya uşaqlar, başlayaq. Deməli, birinci sualımız belədir. Bu arada bir izləyicimiz sağ olsun bir xeyli sual yazıb. Buradan ona təşəkkürlər. Nəysə, başlayaq. İlk sualımız belədir. Sevranın neçə yaşı var? Sevra xanım cavabla. 6. Ad günü nə vaxtdır? Bir neçə gün sonra Sevranın ad günüdür uşaqlar. İyunun 5-i. Artıq ad günümüz az qalıb. Hə, konuş. Ad günüm yaydadır. Yaydı da elə iyunun 5-idir. İyunun 5-i, hə. Növbəti sualımız. Deməli belə. Sevda xala neçə yaşın var? Hə. Mənim başım var, mənə manqıyordur. Bunu cavabını verirsin. Mikrofonu saldın yerə xala. Rauf deyir ki, mənim 25 yaşım var. Bu kamera arxasında nələr baş verir? Çox çətin şərtlər altında çəkirəm. Nəysə. Suallar qaçdı. Sevda xala neçə yaşın var? Bunu cavabladım. Uşaqlar 26 yaşım var. Sevra neçənci sinifdə oxuyur? 1-ci. Raqib əminin də 37 yaşı var. 25. 25 yaşlı Rauf'un var. Burada yazılıb Sevroş ən sevdiyin kənd. Sevroş kənd tanımır. Ən sevdiyim kənd Hə. nənələrimin kəndi. Biz ən sevdiyin kənd Sevroş kənd tanımır uşaqlar. Ancaq masallı rayonları tanıyır, kəndləri tanımır. Sevroş ən böyük xəyalın. Ən böyük xəyalım Danış da. böyük bir hədiyyə olsun. Nə olsun? Rauf sən nə qaçsan? Oyuncaq olsun. Neymişsən? Böyük yoxdur. Hə. Arkadaşlar bu qayayı sizdən yayı buradayım. Hə, arxa fonda Leyla var. Leyla çəkilişimizə Leyla eləyir. Cavab da deyir ki, arxada Leyla var. Deməli, ən sevdiyin oyun? Ən sevdiyim oyun Gizempat. Yaxşı. Ən sevdiyin yemək? Ən sevdiyim yemək ploy bozbaş. Poloy bozbaş. Ən sevdiyim. Sonra ən sevdiyin mahnı? Ən sevdiyim mahnı Nəfəs. Nəfəsin mahnılarını sevir. Gözlə bunu bırak. Ay. Alışık değiliz, ne yapalım? Ruhumuz fakir. Əlində tutmaq Qalsın istəyirəm. orada. Kabadca sual verir mi sonra? Cevaş, en sevdiğin mahnı hansıdır? Ən sevdiyim, Mikrofon takasını koy bir yerde. ən sevdiyim mahnı Ağzını yakın. ən, Sen de alış, sesin gelir zaten. ən sevdiyim mahnı ən çox mənim hansı mahnı? Oh, bravo. Kare, yox, Oh. şey idi. Ha, bak işte bak. Səndən geçimi hörümçək. Senden geçemiyor hörümce. Səndən geçemiyorum ben hala. Kusura bakma. Çok içtim önümü göremiyorum. Bu mahnı çok hoşuma gelir. Gözleri yok. Ne bürdü sen? Baba. Əkiz birdik. Tam bir əkizlərdir. Gəh belədir, gəh belədir.
Yəni həyatının sınağıdır Sevram. Əkizə düz olmaq. Qoy bir dəqiqə o cavablasın, sonra səni takaram. Cavablasın da. İmdad. Yaxşı, gözlə. Yaxşı. Sevoş, ad günümə nə istəyirsən? Nə istəyirsən? Ad günümə böyük bir makyaj seti istəyirəm. Böyük. Mən sənə təzəlicə makyaj seti almamışam. Sonradan bakım seti almamışam. Böyük bir makyaj seti. Yaxşı. Ən çox getmək istədiyin yer? Bana koydu. Şuşa. Şuşaya getmək istəyir. Qəbələ. Qəbələ getmişik. Necə gəlmişik? Biz bir həftə deyil gəlmişsən. Hə, Şuşa. Şuşaya getmək istəyir. İnşallah bu yaz Şuşaya da gedəcək. Sevra, saçını kəstirməyə razı olarsan, Yox, heç vaxt. qardaşınla yola gedirsən, Yox. aydın şəkildə görünür. Amma Sevra, bekar vaxtlarında bekar vaxtlarımda istəyirəm oturum saçımı yığım. Bir dənə TikTokda saçım düzümü tapım, saçımı yığım, rəsm çəkim. Töküm qaçı ilə töküm eləyim. hə, mən deyim. Ev batırsın. Yox, evi batırmayayım. Arasında tuş çəkib oturub ekran önündə. Kiprikləri Sevra, məktəbə getməyi sevirsən? Yox. Niyə yox? Çünki dəhşət pis yoruluram. Bayaqdan videonu saxlamışıq, Rasim ağlamayı ilə əlləşdi. Nəhayət sakitləşdi. Başqa suallar gəldi yenə. Sonra, Sevoşun qardaşınla yola gedirsən, Seva dedi, yox. Mənə sual gəlib, neçə yaşında ailə qurmuşsan? 18 yaşında ailə qurmuşam, uşaqlar. 19 yaşında Sevr olub. Ən sevdiyin mahnı cavabladı, ən sevdiyin oyun cavabladı. Nə üzrə təhsil almışsan? Mənə sual gəlib. Mən metrosralıq qurmuşam, dostlar. Sonra, Sevra, ən çox sevdiyin heyvan? En çok sevdiğim hayvan pişik. Sonra, Balık. sonra mənə deyilir ki, nə böyürdüysən? Yox, neçə yaşım var? Sevda bacı bu sualı cavabladım. 26 yaşım var. Sonra, Sevra, ən çox sevdiyin rəng? En çok sevdiğim renk kırmızı, mavi, yaşıl. Dede rengi. Sevra, böyüyəndə nə Yaxşı, Sevra, böyüyəndə nə olmaq istəyirsən? Sevra, böyüyəndə nə olmaq istəyirsən? Ne olmak istedim? Hekim. Diş hekimi. Şəkil hardan çıxdı? Diş hekimi O olmak. hardan çıxdı? Diş hekimi Niyə olmak. də? Çürük dişler güzel. Hə, ən sevdiyin dərs və müəllimə. En sevdiğim ders. En sevdiğim ders. En sevdiğim müəllim. En sevdiğim ders Riyazət Azərbaycan dilidir. En sevdiğim müəllimə Fidan müəllimə. Aha. Sonra, ən çox sevdiyin qız adı. En çok sevdiğim kız adı Alisa. Aha, Sevoş, ən böyük xəyalın nədir? Deyə Fidan sənə sual verir. En büyük hayalim büyüməyim. Çox mantıqlı. İndiki dövrdə də çox mantıqlı. Sonra, belə verdikləri sualını tutardım, suallarımı. 21 dənə sual verdim mənə. Yox, 26 dənə sualımız gəlir. Ən sevdiyi hamısını cavabladı. Belə. Bu kadar. Hə, bu qədər idi suallarım. Bu sual cavab videosunu çox çətin şərtlər altında çəkmiş bulunmaqdayız. İndi mən Rafa suallar verəcəm. Yoxsa mənim başım keçəl olar. Mən məcburam buna da eyni sualları verim. Bəli. Bəzi Raf müəllim, indi burada oturun. Hə. Aha. Raf, ən sevdiyin yemək? Aşağıdayım yemek. Hə, hansıdır? Hansıdır ən sevdiyin yemək? Hansı namı xoşlayırsan? Sakızka. Sosiska xoşlayır. Hə, ən sevdiyin rəng, hansı rəngi xoşlayırsan? Hansı rəngi sevirsən? Qara rengi. Hansı rəngi sevirsən? Koy. Qoyu sevir. Sonra, ad günündə nə alaq sənə? Yubut saklanın. Robot şimşək maksimum maşın istəyir. Telefonuma nə oldu? Bir dakika.
Hə. Bağçaya getməyi sevirsən? Yox. Sonra ən çox hara getmək istəyirsən? Tatiya. Hansı tətilə? Hara tətilə? Tətilə hara gedək? Tatiya. Hə də hara gedək? Say. Yenə İstanbula. İstanbul'a. Yaxşı. Rafın neçə yaşı var? Oyunbaz. 15 yox. Rafın neçə yaşı var? Oyunbaz. Rafın mamasının adı nədir? Savda. Bəs papasının adı nədir? Ragip. Hə, bacısının adı nədir? Savya. Raf ən çox nədən qorxur? Mağazayadan. Mənzərədən? Ha. Çox mantıqlı bir cavab verdi. Raf hündürlükdən çox qorxur və mənzərədə dağlar falan elə yerlərdən həqiqətən çox qorxur. Afərin sənə. Sonra böyüyəndə Raf nə olacaq? Nə olmaq istəyirsən? Say. Ney? Say. Ney? Kapşa ustasıyım. Eləmi soruşuram. Cappuccino assassino? Ha. Allah, o nədir? Bu gitgide şeyler, bu yeni nəsil şeyler məni öldürüb. Cappuccino assassino. Ay Allah. Rafın ən sevdiyi mahnı hansıdır? Say. Ney? Umadi ebeze. De aşkım. Umadi yazasa. Hə? Ha. Yaxşı. Sevoş. Sənin Rafın ən sevdiyi çizgi film hansıdır? Hə. Ən çox nəyə baxmayı sevirsən? Say. Polis askara. Polislər əsgərlərə baxmayı istəyir. Raf boş vaxtlarında nə edir? Maşınla oynuyor. Mən Raf uşağımın bu qədər məntiqli olduğunu bilmirdim. Salamla da sən də izləyicilərimizi. Utanırsan? Videom var da YouTube'da. Utanıyor. Hayalet kız olub Leyloş. Arka fonda bizi çəkir. Hə, sonra bir dakika gözlə görüm. Rafın ən sevdiyi dost... Sevoş. Yaxın gəl. Ən sevdiyin dostun nədir? Bu sualı kaçırmışıq. Zəhra Ayla. Oyla. Ayla. Sonra. Sonra en sevdiğim kim? Semra'dır. Bir yere tutun telefonu falan. Semra'dır. Bir de ki Ayda var. Var. Mən Ayda. Denizli. Sən şanslı. Şey, bir deniz. Yaxşı. Bir dəniz. Deməli, siniflərində 2 dəniz var. Bir dəniz. Bana koydu. Biri əkizli, o 2 dənizdir. Bu birisi də bir dənizdir. Hə, ki, xala, sənə qoyum. Mikrofonu qoy yerə, xala. Belə. Sonra, nə sual verim mən sənə? Düş, ayağım sındı, düş. Gel bırak. Oy. Hə, nə sual verim mən sənə? Hadi. Əsmir çəkiyor. Qarışqa sən. Bayaqdan video çəkirəm, Allah kahretməsin. Səsi yox imiş, ay uşaqlar. Hə. Düz 3 dəqiqə çəkmişəm, inanırsınız. 3 dəqiqəlik videonun səsi yox imiş. O tərəfə qalır, sonra göynədəcək səni. Bir-iki günə sizə həyəti bir toy gəzdirəcəm, mamamın gülləri falan hamısını göstərəcəm. Hə, çək. Tuş get, tuşlarımı göstər. Tuş çəkib hay-hayda, ona bax. Göz aşağı baxsan. Ay Allah. Hə, netdəmir. Nəysə, gedə bilirsin, çəklə bilirsin. Hadi hazırlaşsana belə, Ragif görsə səni öldürəcək, xəbərin var. Ben biləm. Məni öldürsə Rafıcım duracağım. Al. Sən nə işin var mənim kocamla? Hə? Çəkərəm o özünü. Özmərə. Neri? Belə tutarım. Elə də səni qoyacağım, görəm. Somalidən gələn uşaqlara oxşayırlar. Belə uşaqların burada oynayırlar. Nana götürmüşsün. Nə götürürlər? Leyla verib onlara. Saçlarına baxın. Az dur saçlarımı göstərirəm. Nə qəşəngdir. Çox qəşəng rəngi var ya saçlarının.
Saç reklamı. Neyse. Leloş ne yumuşadı saçın? Doğrudan niye böyle yumuşadı saçın? Ne vurursan saçına valla belə. Taş. Çok qəşəng. Kıskandım saçını. Neyse. Belə. Sevoş. Neymişiz? Neymişiz? Dasını yokuyor. Şirafın saçını beğenirsiniz uşaqlar. Bir de yazın yorumlara. Uzatmaq istəyir Şirafın saçlarını. Görək necə olur. Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Bax Rauf. Beğenirsiniz saçlarını uzatmaq istəyirik. Sonra formalı kəsdirəcəyik təbii ki də. Belə. Bir dəqiqə gözləyin videomu sonlandırım. Belə. Bugünkü videomuz da bura qədər. Ümid edirik ki bəyənmişsinizdir. Videomuzu beğendinizsə Kanallara abone olun. Kadar yoraya. Unutmayın. Hayır.